Değerli izleyiciler, yayınımıza hoş geldiniz. Çok aziz temaşacılar, vaktiniz hayır. Verilişimize hoş gelmişsiniz. Mehmet Emin Resulzade'nin kurucusu olduğu ve Türk ve İslam dünyasının ilk cumhuriyeti Azerbaycan Cumhuriyeti 28 Mayıs 1918 yılında kuruldu. Bolşeviklerin müdahalesi sonucu 23 ay yaşayan ve Sovyet Sosyalist Cumhuriyetler Birliği'nin dağılması sonucunda 1991 yılında yeniden bağımsızlığını kazanan Azerbaycan Cumhuriyeti, daha önce Cumhuriyet Günü olan 28 Mayıs'ı 15 Ekim 2021 yılından bu yana Bağımsızlık Günü olarak kutluyor. 23 ay yaşayan Azerbaycan Cumhuriyeti'nde Türk ve İslam dünyasında bazı ilkler de yaşandı. Bunlardan bazıları kadınların seçme ve seçilme hakları, kadın erkek eşitliği, ulusal ordu, ulusal para, demokratlaşma, ulusal banka, serbest seçimler ve benzeri. Her yıl Azerbaycan'da olduğu gibi dünyanın hemen her yanında Azerbaycanlılar bir araya geliyor ve bu anlamlı günü kutluyorlar. Azerbaycan'ın Ottawa Büyükelçiliği'nin düzenlemiş olduğu Bağımsızlık Günü'nde Kanada'nın uzak yakın yörelerinden gelen Azerbaycanlılar bu günü coşkuyla kutladılar. Başta ev sahibi olarak Azerbaycan'ın Ottawa işgüzarı Sayın Vüsal Süleymanov olmak üzere Montreal'den Mesut Aliyev, Rena Müslüm ve birçok dernek ve oluşum yetkililerinin katıldığı bugüne biz de Bizim Anadolu olarak tanık olduk. Toronto'dan Tebriz Müzik ve Halk Oyunları topluluğunun geceye renk kattığı müzik ve gösterisini sizlerle paylaşırken yeniden Azerbaycan'ın bağımsızlık gününü, onların deyişiyle müstakillik gününü kutluyor, birlik ve dayanışma duygularımızı iletiyoruz. Sizi 28 May Müstəqillik Günü münasibətilə keçirilən bugünkü tədbirdə səmimiyyətlə salamlayır və hər birinizdən təşəkkürümü bildirirəm. Bugünkü tədbirin Şuşa səfirliyi üçün mənim üçün də xüsusilə bir əhəmiyyəti var. Çünki uzun fasilədən sonradır ki, ilk dəfədir ki, biz 28 May Müstəqillik Günü münasibətilə belə bir geniş şəkildə bir araya gəlirik. Bu, həm birlik və həmrəylik nümunəsidir, həm də Azərbaycan xalqının öz tarixinə, milli dəyərlərinə və dövlətçiliyinə bağlılığın bariz göstəricisidir. Mən sizin hər birinizə öz təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə də uzaq şəhərlərdən və şəhərlər bir adını çəkmək istəmirəm. Hər birinizə təşəkkür edirəm. Uzaq şəhərlərdən və bölgələrdən gələn qonaqlara bizimlə bu sevinci bölüşdüyü üçün. Sizin hər birinizin iştirakı bizim bu tədbirə əlavə dəyər və xüsusi məna qazandırır. 28 May bizim üçün sadəcə tarixi bir gün deyil. Bugün Azərbaycan xalqının azadlıq, dövlətçilik və müstəqillik iradəsinin parlaq təcəssümüdür. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman şərqində ilk parlamenti demokratik respublika olaraq tarixə düşmüş və xalqımızın müasir dövlətçilik ənənələrinin əsasını qoymuşdur. Bugün biz yalnız keçmişimizi xatırlamırıq. Eyni zamanda Azərbaycanın bugün əldə etdiyi uğurları, həyata keçirilən geniş miqyaslı inkişaf layihələrini, güclənən iqtisadiyyatını, müasir infrastrukturunu və beynəlxalq nüfusunun artmasını da qürurla qeyd edirik. Azərbaycan bugün regionda mühüm rol oynayan, sabitlik, əməkdaşlıq və inkişaf təşəbbüsləri ilə seçilən güclü və nüfuzlu bir dövlətdir.
Mən bir daha hər birinizə 28 may Müstəqillik Günü münasibətilə təbrik edirəm. Ölkəmizə sülh, tərəqqi və davamlı inkişaf arzulayıram. Çox sağ olun, gəldiyiniz üçün təşəkkür edirəm. Bayramınız mübarək olsun. Axşamınız xeyir. Hamımızı bir yerdə görmək çox şadam. Musa bəy və onun əməkdaşlarına bu axşamı təşkil etdikləri üçün təşəkkürümü bildirirəm. 1918-ci ildə baş vermiş bu hadisə bəlkə dünya mediasında o qədər ciddi bir məsələ deyildi, amma bizim xalqımız üçün bu olduqca vacibdir. Çünki ilk dəfə olaraq Azərbaycan adlı bir ölkə dünyaya gəldi. Biz yaşlı nəsil bilirik ki, vaxtilə biz Azərbaycanın müstəqil olacağını heç arzu edə bilməzdik. 70 il ərzində Sovet İmperiyasında Azərbaycan və başqa respublikaların bir gün azadlığa çıxacağını heç kimin ağlına gəlməzdi. Amma bu baş verdi. 1918-ci ildə olduğu kimi bu dəfə də Azərbaycan xalqı müstəqilliyini böyük qanlı mübarizə nəticəsində əldə etdi. Amma hər halda arzumuza çatdıq. 4-5 il bundan qabaq Qarabağın azad olacağını haqqında da heç birimiz ümidimiz vardı, amma hələ də arzumuz yerində deyildi. Bu dəfə arzumuz yerinə yetdiyi Qarabağ azad oldu. Və bir neçə il ki, nəhayət ki, Xankəndi kəndi yenidən, Xankəndi şəhəri yenidən Azərbaycan şəhəri oldu. Mənim arzum budur ki, gələcəkdə də Azərbaycan bu günləri bizim fikirləşdiyimiz, bizim xəyalımıza gətirdiyimizdən də gözəl bir ölkə olsun. Büyükündən də gözəl, büyüğündən də firavan bir ölkə olacaq. Çox sağ olun. Əziz həmvətənlər, hörmətli xanımlar və cənablar, hər birinizi Toronto Azərbaycan evinin üzvü kimi, icma üzvü kimi salamlayır və hər birinizin qarşıdan gələn 28 may Respublika Günü münasibətilə təbrik edirəm. Çox şükür ki, bu günləri biz müstəqil Azərbaycanın vətəndaşları kimi, fərdləri kimi xaricdə fəxrlə yaşayırıq, gəzirik və deyə bilərəm ki, Azərbaycanlı olmaq özü bir məsuliyyətdir, çünki xaricdə Azərbaycanlı kimi yaşamaq təkcə o cümlədən arxadan gələn gənc nəsillərə Azərbaycanı tanıtmaq, milli dəyərlərimizi aşılamaq, milli yaddaşımızı onlarda formalaşdırmaqdır. Bu tədbiri təşkil olunmasında əməl keçən hər kəsə təşəkkür edirəm. Qoy Azərbaycan həmişə güclü olsun, xalqımız həmişə firavan olsun. Təşəkkür edirəm. Honorable guests, it's a great honor for us to speak today here on behalf of Azerbaijan House in Toronto and its residents. I sincerely congratulate you all this occasion of the Day of the Republic of Azerbaijan. So this year we proudly celebrate the 108th anniversary of the Azerbaijan Democratic Republic and presenting like a first democratic republic of the Muslim East. Today, no matter where we are continually keep preserving proudly our language, traditions, heritage, and national values. Thank you for being here and thank you for this celebration. Yaşasın Azərbaycan. Əziz xanımlar və cənablar, nə gözəl gündür bugün, 28 may. Azərbaycan Demokratik Respublikasının 108 illiyini qeyd edirik bugün biz. Nə gözəl şans, nə gözəl qürur mənbəyimizdir. Biz Azərbaycanlılar xarici ölkədə öz tariximiz haqqında danışanda ilk növbədə Məmməd Əmin Rəsulzadənin qoyduğu Azərbaycan, banisi olan Məmməd Əmin Rəsulzadənin Azərbaycan Demokratik Respublikasının gününü və onun 23 ay yaşamasına baxmayaraq əlamətlər və dəyərli qərarların verilməsi günü hər zaman qürurla onun haqqında danışırıq. Azərbaycanlılarımızın qürur mənbəyidir. Onun əməkdaşları Topçubaşov, Şıxlınski, Xoyski, onların Azərbaycanın bugünkü nəsillərinə qoyduğu nümunələr unudulmazdır. Və bugün bizim Azərbaycanlılar, hər bir gənc onların ənənələrini davam etdirmək üçün dünyanın hansı yerlərində olursa olaq, onu
qürur mənbəyini qeyd edə Azərbaycan naminə daima çalışmalıyıq, hər birimiz. Və bugün zaman vaxtı ilə Qarabağ alınana qədər qürur mənbəyimiz olan 28 may haqqında danışırdıq. Amma bugün qalib xalqın nümayəndələriyik. Biz artıq çıxış edərkən 28 may və Qarabağımızla bərabər çıxış edirik. Hər birinizi təbrik edirəm. Bu 108 illik Azərbaycan müstəqillik günü münasibəti ilə. Mən xalqla gəlmişəm bura. Sabah inşallah nəvələrimiz olacaq. Onlar bizim tariximizi unutmasınlar, yaddan çıxartmasınlar, dilimizi bilsinlər, bizim yollarımızı davam etsinlər. Hamınızı təbrik edirəm bu gözəl bir bayramla, bizi tarix bayramı, bizi millət edən bayramına. Təbrik edirəm. Kalqırdan, Albert'dən hamınıza salamlar. Sağ olun əziz dostlar. Hamınızı salamlayıram. Vancouver'dan Canadian Azerbaycanese Society ODC tərəfindən. Mən çox şadım ki, bugün sizlə birlikdə bu gözəl bir günü keçirmək fürsətim oldu və ilk öncə mən öz təşəkkürümü bildirmək istəyirəm Vüsal bəyə. O zəng vuranda mən çox şad oldum və dedim, əlbəttə ki, mən orada olacağım. Çox arzu edirəm ki, Azərbaycanımız daim müstəqil, güclü və firavan olsun və yaşasın Azərbaycan. Bu ikinci dubl deyil, mən çox danışmayacağım. Sadəcə mən istəyərdim bizim Təbriz Azərbaycan musiqi və rəqs ansamblini təqdim edeyim və tədbirin musiqi proqramına onlar cavab verdilər və biz çox böyük məmnuniyyətlə onları dəvət edirik səhnəyə.
her konağı adamlısın zor bulağı heyran edir her konağı her konağı Ordu varır meyve var meyve var meyve var Canlı igidler diyarı davet eder her konağı Hansı mekanı Hey! Sıvanı Ekşi zamanı Özünden Azerbaycanlı Sıvanı Ekşi zamanı Özünden Azerbaycanlı Akşenerlerimize bir alkış gelsin dostlar. Bravo. Yer altında serveti var, her diyarda hürmeti var, hürmeti var. Yer altında serveti var, her diyarda hürmeti var, hürmeti var. Yenilmeyen devleti var, devleti var, devleti var. Koza şevkin kapısında şöhreti var, kudreti var. Hansı mekanı? Hey! Hansı mekanı? Ekşi zamanı, Azerbaycanlı. Ona divandır ayvanı, ekşi zamanı, özüden Azerbaycanlı. Ona divanı, ekşi zamanı, Azerbaycanlı. Ona divandır ayvanı, ekşi zamanı, özüden Azerbaycanlı.
herkesin öz sevgisi var. Boşa yaramıştır ezelden onların gönül geçin. Ardan o yaray bana, onu beni senden görebildim. Ona yüreğimi verebildim. Yanında göylerden süzüp giderdi, serin deryaları yüzüp giderdi. Sen bir seherine gözüp gezerdim ay balam, onu bir zerre görebileydim. Ona yüreğimi verebileydim.
Aziz tamaşacılar, tezlikle görüşene dek sağ olun. Değerli izleyiciler, yeniden görüşmek üzere. Hoşça kalın.